En böyük səhv. Bunlar artıq çöpdür. Deməli çiçəklərim, artıq toylarımızda və xoş günlərimizdə belə abartı libaslarımız, biserli, zərli libaslarımız heç də istifadə olunmur. Və əgərlərim əynimdə belə bir zərli, biserli don varsa, ona uyğun olaraq mütləq eyni tonlarda, eyni zərli bir çantam olmalıdır ki, uyğunlaşsın. Bu sadəcə çoxdandan qalan mifdir, heç kim eləmir belə. Sən niyə babamın pencəyini oğurlayıb geyinmisən ki? Veybin verən məhsullardan danışacağam. Əlində gördüyünüz bu buzunun pencəyidir. Çox qəşəng, moqqu rəngdədir. Ölçüsü, Razmer deyəcəkdim. Ölçüsü 42-dir. Baxın, nə gözəldir. Mən satıram. Çox da sevdiyim pencəyidir. Çox da satdığım pencəyidir. Burada amma bir incə bir məqam var, ona toxunmaq istəyirəm. Xanım gəlir S ölçü ilə geyinir mənim ölçümü. Və düşünür ki, çox cool qalır, oversize adı ilə də elə bir ki, həqiqətən əyninə qat-qat böyük qalan bir pencək alır gedir. İnanın heç gözəl qalmır qıraqdan. Mənim düşüncəmlə. Ona görə məncə bu müftə artıq sezonu tərk edir. Niyə anlatmısınız? Bizim kimi balaca boy qızları bizə deyiblər ki, uzun yubka geyinsəniz boyunuz olduğunuzdan da hündür göstərəcək. Bu axı boş bir müftir.